Salam qızlar, bu günləri mən mandarin formasında salat hazırlayıram. Yeni il süfrəsi üçün, bayram süfrələriniz üçün çox gözəldir. Toyuğun filesindən istifadə edirəm, bunu didmişəm və yumurta südkəcdən keçirilib və pendir, onu da südkəcdən keçmişəm və bir banka qarğıdalı konservasından istifadə eləmişəm. Azacıq duz əlavə eləyirəm, mayonez, bunu yaxşı-yaxşı qarışdırırıq. Və bizə bir də kök lazım olacaq. Onu da südkəcdən keçdiririk. Və bunu yaxşı qarışdırandan sonrasında balaca-balaca toplar hazırlayırıq. Mən böyük də etdim, balaca da hazırladım. Siz necə razmerdə istəyirsiniz o cür. Streç paket ya salafan evinizdə nə varsa onu yerə səririk və onun üzərinə südkəcdən keçdiyimiz kökümüzü yerləşdiririk və ortasına hazırladığımız topu yerləşdirib bir yerə yığıb, ortaya yığıb və bururuq və bunun üzərində belə xəttlər qalır. Beləliklə bütün əlimizdə olan kökün miqdarı qədər də bunların hamısını hazırlayırıq və qabımıza yerləşdiririk. Kim necə istərsə o cür bəzəyə bilər. Bunun altından salat listi də qoymaq olar, başqa cür də bəzəmək olar. Yanına əgər varınızsa əlinizdə mandarin dilimləri də düzmək olar. Mənim yadımdan çıxdı. Bütün hazırlayıb yeyənlərə nuş olsun.